Firuzə İbadova. Firuzə xanım 1954-cü ilin 18 fevralında soyuq bir qış gecəsi anası ilə eyni tarixdə Bakıda dünyaya göz açdı. Amma dünyaya gələn bu uşaq sanki qışa meydan oxuyan bahar kimi idi. Səsi ilə, nuruyla, ruhuyla. Uşaq yaşlarından səsi hər kəsi heyrətləndirirdi. 9 yaşında böyük səhnəyə çıxması təsadüf deyildi. Hər kəs deyirdi, bu uşağın səsi fərqlidir. Bu səsdə bir sehr var. Orta təhsilini 173 sayılı məktəbdə almışdı. Səhnəyə erkən 1963-cü ildə çıxmış, ilk ifa etdiyi ansambl isə Əfsər Cavanşirovun uşaq xoru olmuşdu. Asəf Zeynallı Musiqi Texnikumunda aldığı təhsil onun həm dünya görüşünə, həm də sənətinə dərinlik qatdı. Sonra Azərbaycanın ən güclü musiqi kollektivləri ona qapılarını açdı. 1972-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Lalə Qızlar Ansamblının solisti olmuşdu. 1976-cı ildən Dan Ulduzu ansamblında solist kimi fəaliyyət göstərmiş, burada şöhrətin ən gür dövrlərini yaşamışdı. 1979-cu ildə Rəşid Behbudovun mahnı teatrına dəvət almış və orada solist kimi çıxış etmişdi. Bu səhnə bir sənətkar üçün həm şərəf, həm də məsuliyyət demək idi. Onu formalaşdıran Azərbaycan vokal sənətinin canlı əfsanəsi Şövkət Ələkbərov olmuşdu. Şövkət xanım ona yalnız mahnını öyrətmədi, səhnə duruşunu, qəlbini və sənət məsuliyyətini aşıladı. Sənin səsin var, amma onu duyğusuz çalmaq olmaz deyirdi. Bu sözlər Firuzə xanımın ömür boyu yol göstəricisi oldu. O, təkcə ölkə daxilində deyil, xaricdə də 56-dan çox ölkədə konsertlər vermişdi. 1982-ci ildə Şuşada keçirilən Vaqif Poeziya günlərində səslənən səsi dağlarda və insan qəlblərində iz buraxdı. Sonrakı illərdə Xarı Bülbül festivalları və digər böyük səhnələrdə ifaları hər dəfə bir tarix yazdı. 1984-1985-ci illərdə beynəlxalq festivallarda Moskva 12-ci Ümumdünya festivalında laureat olmuş, Lenin Komsomolu mükafatına layiq görülmüşdü. Onun ifa etdiyi bəzi mahnılar, məsələn, Şəhidlər Ağısı Dövlət Televiziya Fondunda saxlanılır. 2006-cı il 16 may Firuzə xanıma Azərbaycan Respublikası Əməkdar Artisti Fəxri adı verilmişdi. Həyat heç vaxt sadə olmamışdı. Uzun illər səhnədən uzaq qalmış, səssizlik onunla olmuşdu. Amma xalq onu heç vaxt unutmamışdı. Və 2023-cü ildə 35 ildən sonra Rəvan Zeynalovun rəhbərlik etdiyi Number One Production onu yenidən səhnəyə gətirdi. Rəşid Behbudov adına mahnı teatrında böyük hesabat konserti. Tam dolu zal, ayaq üstə alqışlar, göz yaşları, 35 ilin bütün həsrəti, sevgi və sənət yükü bir gecəyə sığdı. Onun səsində Şövkət xanımın nəfəsi, Şuşanın dağları, həsrət və sevda və Azərbaycan qadınının gücü var.